Dostlar, bugün deməli nə haqqında? Qarabağın transferləri haqqında danışmaq istəyirəm. Yəni transferlər deyəndə ki, ümumi transfer məsələləri haqqında danışmaq istəyirəm. Hal-hazırda vəziyyət necədir? Kimlər haqqında məlumatlar var? Kimlər gəlir, kimlər gedir? Bu haqqında danışmaq istəyirəm. Gəlin ilk öncə istəyirsiniz Nəriman haqqında danışaq. Nəriman Taliyə haqqında. Bildiyiniz kimi Nəriman Qarabağdan ayrılmaq istəyirdi. Xüsusilə son Ajax oyunundan sonra ona qarşı olan böyük təzyiqlər nəticəsində özü belə bir açıqlama vermişdi ki, qışda ola bilsin klubdan ayrılsın. Və deyilənə görə də Avropadan və Asiyadan ona müxtəlif təkliflər var idi. Düzdür, konkret bir klubun adı çəkilməmişdi, amma deyilənə görə Avropa və Asiyadan Nərimana bir sıra təkliflər var idi. Amma ki, belə bir xəbər çıxdı ki, Qurban Qurbanov Nərimanın ayrılmağına razılıq vermədi. Və xəbərdə də gördüyünüz kimi qış transfer pəncərəsində Nərimanın getməsinə Qurbanov razı olmayıb və ən azı 2026-cı ilin yayına kimi, yəni yarım mövsüm və bildirib ki, yayda bu mövzuya yenidən qayıdarıq, amma hələ ki bu qışda Nəriman klubu tərk etməyəcək. Böyük ehtimal ki, Qurban müəllimin sözündən sonra artıq Nəriman da klubu tərk etməyəcək və bu qış Qarabağda qalacaq. Burada əsas məsələ nədir? Mənim düşündüyüm odur ki, Qurban müəllim indi hal-hazırda iki cəbhədə vuruşur, belə deyək. Həm Çempionlar Liqası, həm də Premyer Liqa. Bildiyiniz kimi bu il Azərbaycan Premyer Liqasında qış çempionu Sabah oldu və bu il Sabah Qarabağla da bir rəqabət aparır. İndi bilmirəm bu rəqabət nə vaxta kimi davam eləyəcək, necə olacaq. Çünki Qarabağın başı biraz Çempionlar Liqasına qarışmışdı. Ona görə də Sabahla rəqabətə biraz belə deyək də çox da ciddi yanaşmırdı, amma artıq Sabah öz dişini göstərdi və bu il çempionluğa oynadığını Qarabağa sübut elədi. Ona görə də görürəm ki, Qurbanov bu nöqteyi nəzərdən Nərimanı əldən vermək istəmir. Çünki Çempionlar Liqasında hər hansı bir məğlubiyyətdən və oranı tərk etdiyi deyək ki, Qarabağ axı çempionatda da hələ Qarabağın çempion olacağı dəqiq deyil. Ona görə də Nərimanı saxlamaq istəyir və çünki çempionatdan Qurbanov tam əmin deyil. Növbəti məsələ nədir? Növbəti məsələ Omar Diouf məsələsi var. Bildiyiniz kimi Omar Diouf xəbərləri artıq bir neçə gündür ki, saytlarda gedir. Qarabağın transfer gündəmindədir. Belçikanın Liège klubunun futbolçudur Omar Diouf. 22 yaşı var və əsas mövqeyi hücumçudur. Futbolçu üçün Qarabağ yazılanlara görə Qarabağ artıq bir dəfə təklif eləyib. 1,2 milyon avroluq bir təklif eləyib. 22 yaşlı futbolçu üçün yaxşı bir məbləğdir düşünürəm ki, amma Belçika tərəfi bu transfer üçün 1,5 milyon avro tələb eləyib. Ona görə də bu transfer bir qədər təxirə salınıb, amma ki 1,5 milyon avro. Bilmirəm, düşünmürəm ki, Qarabağ, bəlkə də Qarabağ bu il Çempionlar Liqasında irəliləyə bilməyəcək, amma bu futbolçu mövsüm üçün əla bir transfer ola bilər. Yəni 1,5 milyon avro bəlkə də bu futbolçu üçün yaxşıdır, amma ondan artığını bilmirəm bu futbolçuya dəyər yoxsa yox. Çünki futbolçu Belçikanın 2-ci liqasında çıxış edir, düzdür, yaşı cavandır, amma bu mövsüm Omar Diouf 18 oyunda səhvləmirəmsə 8 qol vurub. 20 oyunda artıq 20 oyunda Omar Diouf gördüyünüz kimi 9 qol vurub, 2 assist eləyib. Mən belə də, yəni ki, bu nə Belçika 2-ci liqası üçün qənaətbəxş saymaq olar. Senegal millisində isə futbolçu U20 ilə, 20 yaşlarla 2 dəfə oyuna çıxıb və bu oyunlarda heç bir qol vurmayıb. Futbolçunun transfer market dəyəri hal-hazırda 900 min avro olaraq qiymətləndirilir. Yəni heç 1 milyon avro deyil. Yəni Nərimanın faktiki transfer market dəyəri bu futbolçudan daha çoxdur. Futbolçu Çaykur Rizespor'da oynayıb, Türkiyənin Çaykur Rizespor'unda oynayıb. Futbolçunun digər statistikalarına baxsaq, Çaykur Rizespor'da cəmi 3 oyuna çıxıb və heç bir qol falan vurmayıb və əsas hal-hazırda gördüyünüz kimi Belçika 2-ci liqasında belə deyək performans göstərməyə başlayıb.
Bilmirəm, bəlkə də daha yaxşı futbolçular var, daha yaxşı futbolçular tapmaq olar. Bəlkə də bu futbolçuya 1,5 milyon avro verməyə dəyməz. Ona görə biraz sürprizdir də, belə sürpriz yumurta kimi bir şeydir. İçindən nə çıxacağını tam olaraq bilmirik. Amma bunun yerinə məsəl üçün Clovisi transfer eləsəydik, Clovis məncə çox daha yaxşı olardı. Çünki bildiyim, yəni o vaxt araşdırmalar falan eləyirdik. Mənə görə Clovis daha yaxşı futbolçudur. Amma ki, bilmirəm, Clovisin yaşı 28-dir hal-hazırda və əsl ideal yaşındadır. Tam futbolçunun öz performansını göstərə biləcəyi əsl yaşındadır. Braziliyalı futbolçudur. Çox da yaxşı bir hücumçudur. Qol düyümü falan hər şeyi çox gözəldir. Bu mövsüm gördüyünüz kimi 18 oyunda 15 gol vurub 3 asist edib. 18 oyunda 15 gol vurub 3 asist edib. Çox heyf ki, mən çox təəssüfləndim ki, bu futbolçunu biz yayda transfer eləmədik. Çox heyfsəndim. Çünki həqiqətən futbolçunun videolarına baxanda belə YouTube-da bunun keyfiyyətli bir hücumçu olduğu hiss olunur. Amma bir xəbər çıxmışdı qabağıma, indi tapa bilmirəm. O xəbər hardadır açığı, biraz axtardım, tapa bilmədim. Deyilənə görə futbolçunun agenti tərəfindən Clovis Qarabağa təklif olunub. Hələ ki bu da belə deyək sual altındadır. Clovisin transfer market dəyəri 2 milyon avrodur gördüyünüz kimi. Böyük ehtimal ki, hal-hazırki performansına görə də onun dəyəri get-gedə qalxacaq. 1,5 milyonu Omar Cüyufa verənə kimi üstün də düzəldib, 500 min də üstün düzəldib, 2 milyon bu futbolçuya dəyər. Yəni 2 milyon da dəyər. Hətta mən deyərdim ki, sizə 3 milyona da bu futbolçuya dəyər. Yəni çox gözəl futbolçudur. Görək zaman göstərəcək. Biz deməklə bir şey olmur, amma ümid edirəm inşallah ki, Qarabağın hücumçusu bu futbolçu olar. Yəni mənim gördüyüm Qarabağın əsl 9 nömrəsi məhz bu futbolçudur. Sonra növbəti məsələ Yankoviç məsələsi. Yankoviç məsələsi də biraz sual altındadır. Bildiyiniz kimi Yankoviçin son oyunlar həvəssiz, nə bilim, yorğunmu deyək, görünməsi oyunlarda bu həm Qarabağ tərəfini narahat eləyir, həm də biz azarkeşləri narahat eləyir. Çünki Yankoviç biz həqiqətən bu mövsüm çox gözəl çıxışlarına görə hər kəs tərəfindən çox böyük rəğbət qazandı, sevilir bu futbolçu. Ona görə də bu futbolçudan belə hərəkət görməyi, həvəssiz oynamağı filan açığı biz heç birimiz ona yaraşdırmırıq. Yəqin ki, siz də yaraşdırmırsınız. Ola bilər ki, futbolçunun ağlını belə deyək də qarışdıran məsələlər olub. Çünki bildiyiniz kimi Yankoviçə Olympiakos, Panathinaikos, Dinamo Zagreb kimi klublardan təkliflər var. Futbolçunun 30 yaşı var və karyerasının ən belə deyək pik həddinə burada çatıb, Qarabağda çatıb və indi ən yaxşı satıla biləcək qiymətdədir, amma bilmirəm, məncə Yankoviç hələ də Qarabağa lazımdır. Və Instagramında maraqlı bir post da paylaşıb ki, Yankoviç qarşıda məndən nələr gözlədiyini görmək üçün səbirsizlənirəm. Əslində bu da biraz iki mənalı paylaşımdır. Yəni futbolçu getmək üçünmü həvəslənir, yoxsa necə ona olan təkliflər mi onu həvəsləndirir və s. Ona görə bilmirəm, biraz qəribə prosesdir. Amma ümid eləyirəm ki, Yankoviç getməz. Yankoviç hələ lazımdır Qarabağa. Ümid eləyək ki, getməz, qalar Qarabağda, amma biraz çətin olacaq Yankoviç saxlamağa. Amma məncə qışda bu qış Yankoviç qalacaq. Məncə bu qış Yankoviç qalacaq. Ola bilsin ki, yayda Qarabağı tərk eləsin. Sambo gəlir yazıblar. Sambo açığı mən görməmişəm xəbəri. Sambo kimdir, hansı futbolçudur? Bir dənə dəqiq adını yazsaz, onun da profilinə baxardıq. Mən açığı görməmişəm o xəbəri. Sambo. Görək bu futbolçudur. Sambo Sumano. Bu futbolçunu biz xəbərləri daha öncə də çıxmışdı. Bunun haqqında mən videolarda paylaşmışdım. Yaxşı futbolçuydu. Yadımda qalan odur ki, yaxşı futbolçuydu. 4 milyon dəyəri var və maraqlanan klublar Beşiktaşın maraqlandığı göstərir futbolçu ilə. Beşiktaşın maraqlandığı göstərilir. Qarabağın burada adı yoxdur. Bu futbolçu da yaxşı futbolçudur. Yadıma düşdü, bu futbolçu ilə bağlı mən videolar hazırlamışdım. Yaxşı futbolçu. 24 yaşı var. Bu mövsüm hal-hazırda oynayır. Fransada oynayır da, düzdür. Bəli, Lorient klubunda oynayır hal-hazırda.
bu mövsüm, amma statistikası biraz zəifdir. 16 oyunda bu mövsüm 4 qol vurub cəmi. Sonra Mateus Silva haqqında da bir xəbərlər çıxmışdı. Mateus Silva'nın da təkliflər var idi. Braziliyadan, öz ölkəsindən təklif var. Vitoria'dan təklif olunub Silva'ya. Amma ki, o da hələ ki bilinmir. Qarabağla danışıqlar olub, amma razılıq əldə olunmayıb. Daha sonra Koxalski, biraz da Koxalski barədə danışaq istəyirsiniz. Bildiyiniz kimi Koxalski ən real namizəd idi bu mövsüm ki, Qarabağı tərk eləyəcək. Amma ki, bugün çox gözəl bir xəbər çıxdı. Mateus Koxalski Qarabağda qalır. Ən azı bu qış Qarabağda qalacaq, qərarını verib. Koxalskinin bildiyiniz kimi 2027-ci ilə kimi müqaviləsi var Qarabağla və bugün qərarını verib və o Qarabağda qalmağa üstünlük verib. Bu çox gözəl xəbərdir, çünki indi qışda Koxalskini itirmək çox böyük bir itki olardı Qarabağ üçün. Çox böyük itki olardı. Gördüyünüz kimi transfer market sayında da Borussia Dortmund maraqlandığı yazılıb, amma 19%-dir düşməyə doğru gedir. Yəni böyük ehtimal ki, artıq transfer alınmayacaq və Koxalski Qarabağda qalacaq. Bugünlük bu qədər. İstəyirəm canlı yayımı yekunlaşdırım. Mənim deyəcəklərim bu qədər, danışacaqlarım bu qədər. Hələlik özünüzə yaxşı baxın. Növbəti canlı yayımda görüşərik.